Sürüs müəllim, bilirəm ki, emosional insansınız. Elə olur ki, bəzən əsərlərinizi çəkdikdən sonra kiməsə təhvil verəndə əsərdən ayrılmaq istəmirsiniz? Bilirsən, qadınlar uşaq dünyaya gətirirlər. O cür də rəssam tablolarını dünyaya gətirir. Deməli, o tablolar rəssamın bir hissəsidir. Ona görə də onu kiməsə satanda ya bağışlayanda elə bilgən ki, neysə itirir. Mən məsəl üçün tablolarımı harasa verəndə, o tablo gedəndən sonra bir neçə gün özümü pis hiss eləyirəm. Neysə itirmişəm. Baxmayaraq ki, yaxşı əllərdədir, haradasa muzeydə asılır. Neysə pis hiss edirəm özümü. Ona görə ki, elə bil, mənə gəlir ki, bütün rəssamlar da elədir. Onlar elə bil, neysə itirirlər. Dalıcan gəzirsən. Üstündən illər keçir, bir də görürsən, harada bir muzeyə gedirsən, tablonun asılıbdır. Onda da sevindiyindən bilmirsən, neyniyəsən. Çox maraqlıdır. Sanki həyatınızdan bir parçanı itirmiş kimi, hə? Hə. Sonradan tapırsan onu. Sürüs müəllim, əsərlərinizdə qadın fiqurları hansı emosiyalara sahibdir? Bilirsən, rəssamlar var, mənzərə yazır, naturmort yazır. Mən əsərlərimin 90% qadınlardır. O, məndə qadına olan sevgidəndir. Qadın bizim anamızdır, bacımızdır, yaxınımızdır. Ona görə də o sevgidən mən qadınları həmişə tablolarımda vəsf edirəm və çalışıram ki, onların gözəlliklərini göstərə bilim. Gözəl. Deməli, siz Sürüs müəllim, sizin əsərlərinizdə qadın necə təqdim olunur? Onlar reallıqdır, yoxsa bir ideal qadın təsvir olunur sizin əsərlərinizdə? Ola bilsin, mən qadını haradasa görürəm. Küçədə, işdə, qonaqlıqda, haradasa. Amma ki, mən o qadını mənimsəyərək tabloya gətirirəm. Olur mənim. Sürüs müəllim, sizcə bir portretin canlı görünməsi üçün ən vacib detal nədir? Onu hiss eləmək lazımdır. Hərdən olur, istəyirsən o portretdə neysə bir obraz yaradasan, alınmır. Amma o tablonu yazarkən o tabloya olan sevgidəndir, məhəbbətdəndir. O tablonu yaratmaq olur və mən çalışıram qadınların simasını. Məndə qadınların əksəriyyət simaları hamısı ağdır. Məndə ağ qadınlardılar, əksəriyyət. Üzləri ağdır, ağ əlləri, üzləri hamısı ağdır. Mən onları belə ağ görürəm, işıqlı görürəm. Saf. Saf görürəm, gözəl, çalışıram gözəl görüm onları və onları dünyaya da gözəl gətirim.